Hər ömrün bir başlanğıcı var. Bəzən adi görünən bir başlanğıc, zaman keçdikcə yüzlərlə insanın həyatına işıq saçan bir ömür yoluna çevrilir. Bu filmdə görəcəkləriniz Binəqədi kəndində dünyaya göz açmış Hacı Rafail Abbasovun həyat hekayəsidir. Hər torpağın öz tarixi, hər kəndin öz siması, hər dövrün isə özünə məxsus insanları olur. Elə insanlar ki, ömürlərini təkcə özləri üçün deyil, yaşadıkları cəmiyyət üçün fəda edirlər. Binəqədi tarixin izlərini, milli mənəvi dəyərlərini və özünə məxsus ruhunu bu günə qədər qoruyub saxlayan qədim yaşayış məskənlərindən biridir. Nəsillərin bir-birinə hörmətlə yanaşdığı, adət-ənənələrin yaşadıldığı bu kənd bütün çətinliklərə baxmayaraq mənəvi dəyərlərini qorumağı bacarmışdı. Məhz belə bir dövrdə 1972-ci il avqustun 12-sində Abbasovlar ailəsində bir oğlan uşağı dünyaya gəldi. Adını Rafail qoydular. O zaman heç kim bilmirdi ki, bu uşaq illər sonra ömrünü elmə, mənəviyyata və insanlara xidmətə həsr eləyəcək. Bugünkü Əziz Cümə məscidinin axundu imamımız Hacı Rafail haqqında bir kəlmə söz demək istəyirəm. Çoxu onu tanıyır. Mən də onu az tanımıram. Həm qohumu, həm atasına rəhməti Əliballa kişinə dost olmuşuq. O Hacı Rafail demək olar bizim gözümüzün qabağında böyüyüb. Ən çox yadda qalan, ən çox belə cəlb edici nə idi? 87-ci, 88-ci illərdə bu məscid yanmış idi, hamına bəllidir. Təmir gedirdi. Bu Hacı Rafail Allah saxlamış. Mən də öz dəstəsi ilə orada o seçilirdi. O seçilirdi nəyə görə? Aktiv idi, çox aktiv idi. Bax, araba daşıyırdı, qum daşıyırdı, daş atırdı, su gətirirdi. Və bu məsciddə demək olar ki, o əli böyüdü. Sözsüz ki, Quran oxumaq öyrəndi və şəriətə üstünlük verdi. Bu elmini davam etdirdi. Allah ondan razı olsun. Bu məsciddə çox böyük zəhməti var. Kənddə hal-hazırda Hindidəli axundumuzdur. Rafailin uşaqlıq illəri Binəqədinin küçələrində, məhəllələrində keçdi. Hərəkətli, idmanı sevən, dəcəl, eyni zamanda həmyaşıdlarından fərqlənən bir uşaq idi. Lakin onu fərqləndirən başqa xüsusiyyətlərindən biri hələ kiçik yaşlarından özündən yaşca böyük insanlarla oturub durmağı, onların söhbətlərindən həyat dərsi almağı idi. Özündən kiçikləri isə hər zaman yaxşılığa, düzgün yola və gözəl əxlaqa dəvət edərdi. Əzi haqqında o qədər xoş sözlər demək olar ki, bu ancaq bir yarım saat, bir saat, 20 dəqiqə verilişə sığışan şey deyil. Bunun günlərlə bunun haqqında danışmaq olar. Çünki bu uşaq vaxtından, 12-13 yaşından bu məsciddə o uşağın zəhməti olub. Günün bugünkü gününəcən. Bu Allah Taala bizə mən deyərdim ki, böyük bir nemət gətirib. Allah bu insanlar üçün, bu kənd cəmaəti üçün böyük bir nemətdir. Allah onun canını sağ eləsin. Allah onun bizim xatirimizə, zamanların xatirinə Allah ona ömür versin ki, bu uşaqları gətirir, hidayət eləyir. Gətirir bunları məscidə, cümələrdə bunlara tərbiyə verir, yol göstərir. Bu ancaq özü üçün yaşayan adamdır. Ölkəmiz Sovet hakimiyyətinin hökm sürdüyü illəri yaşayırdı. Dini dəyərlərə müxtəlif məhdudiyyətlər qoyulmasına baxmayaraq, onun qəlbində dinə qarşı dərin bir məhəbbət formalaşmağa başlamışdı. Hələ uşaq yaşlarında Binəqədi məscidinin təmir işlərində iştirak etməsi də bu sevginin ilk təzahürlərindən idi. Qurani-Kərimlə tanışlığı isə bu bağlılığı daha da möhkəmləndirdi. Məktəb illərində sinif yoldaşlarından biri ona belə demişdi: "Sən böyüyəndə həqiqətən bir lider olacaqsan." O vaxt bu sözlərin necə gerçəyə çevriləcəyini bəlkə də heç kim təsəvvür etmirdi. Hacı Rafail haqqında çox danışmaq olar. Mən bir söz deyəcəm. Hacı Rafail bizim kəndin mayakıdır. Mayak da bilirsiniz, dəniz kənarında olur. Güclü ləpələrə, qasırğalara sinə gəlir. O həmişə belə şeylərə sinə gəlir və gəmilərin azmasına yol vermir. Necə ki, Hacı Rafail bizim kəndimizdə çox insanları, çox uşaqları hamısını sırat-ı müstəqimə çağırıb və onları dinə gətirib. 16 yaşından məsciddə həmişə böyüklərə dayaq olub, arxa olub, çiynini verib böyüklərin çiyninə. Həmişə yük götürəndə o ağırını götürüb, heç vaxt yüngül yükü götürmür. Və ömrü boyu da o ağır yüklər daşıyıb. İndi də elə kəndimizdə ağır yük daşıyır. Allah onun canını sağ eləsin. Uşaqlıq illərində atası ona bir sual vermişdi. Oğlum, ən çox kimi sevirsən? Rafail
Ailə üzvlərinin adlarını sadalamağa başladı. Atası isə ona belə dedi: "Oğlum, hər şeydən əvvəl Allahı sev. Çünki səni də, sevdiyin hər kəsi də sənə bəxş edən odur." Bu sadə görünən nəsihət balaca Rafaelin qəlbində dərin iz buraxdı. Sonralar həyatına istiqamət verəcək mənəvi təməllərdən biri də məhz bu tərbiyə oldu. Deməli, bizim Hacı ilə dostluğumuz təxminən 40 ilə yaxındır. Gələn il inşallah 40 il olur. Yadımda qalan ilk illər, yəni lap ilk il hansı idi? Biz Sovet demək olar ki, dağılan dövrlərdə 1987-ci ildə ilk dəfə təbii ki, biz yox, biz çox cavan idik. Kənd ağsaqqalları, kənd cəmaatı kəndin içində Novruz bayramı keçirdilər və biz orada iştirak eləmişik bir yerdə. Və həmən dövrdən bizim dostluğumuz başlayır. Və o iştirakımız da bağlı idi bizim Binəqədi kənd məscidi ilə. Orada artıq o dövrlərdə məsciddə bərpa işləri başlanmışdı. Bilirsiniz ki, uzun illər məscidimiz fəaliyyət göstərmirdi, digər sahələrdə fəaliyyət göstərmişdi. Bərpa başlamışdı, biz oradan başlamışıq. Dostluğumuz belə deyək də, yəni Allah yolunda, din yolunda, əqidə yolunda olan bir dostluqdur. Ona görə də gələn il yadımda olan inşallah ki 40 il tamam olur. Yəni az bir müddət deyil və bu dostluğun da onun haqqında deyəcəklərim təbii ki, bilirsiniz ki, həddən artıq çoxdur. Amma bu yəni az dəqiqələrə sığdırmaq da demək olar ki, mümkün deyil. Və dostluğumuzun bu qədər uzun sürməsinin nəticəsi də budur ki, elə biz Allah yolunda bilirsiniz ki, dost olanlar əbədi dostdular. Bizim dostluğumuz həqiqidir. İnsanların zahirən bir-biri ilə dost olmaları artıq o mərhələni çoxdan keçib. Artıq bizim bu dostluğumuz deyək ki, zahiri bəşəriyyətin, insanların bir-birindən olduğu dostluqdan artıq mənəvi bir tərəfə, əqidə dostluğuna çevrilir. Bilirsiniz ki, əqidə dostluğu belə bir şeydir ki, artıq orada eyniləşmə var. Mən belə deyərdim, yəni onunla özümün dostluğum barəsində eyniləşmə var. Eyniləşmə o deməkdir ki, biz artıq belə deyək də, mən özümə nə istəyirəmsə, öz canımı nə qədər qoruyuramsa, onun da canını o qədər qoruyuram, yəni onu da o qədər istəyirəm. İllər keçdi. Gənclik çağında qarşısında həyatını dəyişəcək bir seçim dayandı. Bir tərəfdə uğurlu biznes qurmaq imkanı, digər tərəfdə isə dini təhsil yolu. O düşünərək qərar verdi və elm yolunu seçdi. Bu seçim sadəcə peşə seçimi deyildi. Bu, ömrünü mənəviyyata, elmə və insanlara xidmətə həsr edəcək bir həyatın başlanğıcı idi. Mən ustadın yanında 30 ilə yaxındır ki, tələbəsiyəm və onun haqqında olan dəyər və qiyməti haqqında bir hadisəni istəyirəm xatırladam. Onun öz ustadı Hikmət Niyah ağa, Allah ona rəhmət eləsin, böyük bir müctəhid, böyük bir arif və dəyərli bir şəxsiyyətlərdən olub. Onun qiymətini və dəyərini onun ustadının dilindən eşitsək daha yaxşı olar. Tələbəçilik vaxtlarında dərslərində iştirak edər və ondan faydalanardı. Bu münasibət ustadın öz müəlliminə qarşı sevgisinin daha da artmasına səbəb olur və onun səmimiyyətinə, onun ixlasına bir növ narahat olur ki, elədiyi əməllər və gördüyü ibadət və itaətlər Allaha görə yox, öz ustadının bəyənməsinə, ustadının rəğbətinin yaranmasına səbəb olmasından böyük narahatçılıq keçirir. Və həmən gecəni böyük narahatçılıqla Allahına dua edərək, münacət edərək ki, Allah onun qəlbindən, onun həddindən ziyadə olan sevginin götürülməsinə və özü ilə Allah arasında olan səmimiyyətin daha da yüksəlməsinə davam etməsini Allahdan rica edir. Bu gecəni göz yaşları ilə keçirdir. Və səhəri yenə adəti üzrə öz dərsinə davam edir, dərsinə gedir və içəri ilk daxil olanda müəllimi onu uzaqdan görüb və gəl mənim ixlaslı balam, səmimi övladım deyib onu bağrına basır və onu təqdir edir, onu qiymətləndirir.
Elm yolunu seçən Hacı Rafael üçün öyrənmək heç vaxt son məqsəd olmadı. O inanırdı ki, elm insanın özündə qalmaq üçün deyil, cəmiyyətə fayda vermək üçündür. Elə buna görə də ömrünün böyük bir hissəsini dini elm öyrətməyə həsr etdi. Yaxın dostları ilə birlikdə Binəqədi mədrəsəsində başladıldığı bu yol zaman keçdikcə böyük bir elm ocağına çevrildi. İllər ərzində burada yüzlərlə tələbə yetişdi. Bu gün həmən tələbələrin bir çoxu Azərbaycanın müxtəlif bölgələrində din xadimi, axund və qazı kimi fəaliyyət göstərərək insanlara dini maarifçilik və mənəvi dəyərləri çatdırmağa davam edirlər. Rafael öz qayğıkeşliyi, diqqətli olmağı ilə sinifdə başqalarından seçilirdi. Bunu mən bir kiçik epizod göstərə bilərəm. Bu da bizim sinifdə bir qızla oğlan otururdu birinci partada. Balaca deyəndə ki, ibtidai sinifdə, amma onlar sinifdə Rafaelin özü də balaca boy olub, bu uşaqlar deyir həmçinin. Demək, bu həmişə oğlan şikayət edirdi ki, ay müəllim, mənim bu yeməyimi götürür bu qız. Heç eləmirdim, bir təhər yola verirdim. Axır bir neçə dəfə oldu. Daha elə oldu ki, dedim daha bəsdir də, nə qədər bu keçmək olar. Elə şeylərdim, yola verirdim bir təhər. Dedim ki, gəlin indi hamının çantasını yoxlayacağım. Bunu mən deyəndə Rafael qalxdı ayağa ki, yox müəllim, lazım deyil. Belə olmaz da, deyir, düzgün deyil də. Dedim, onda çıxın siz, heç kəs bilməyəcək ki, kim götürüb. Hamı çıxsın çölə, mən özüm baxacağım çantalarımıza. Elə bunlar çıxanda mən bu qızı saxladım, heç kəs hiss eləmədi. Uşaqlar da tənəffüsdə sözsüz ki, heç kəs buna fikir vermədi. Bu qızı elə saxlayan kimi dedim ki, ay qız, qələmi qoy yerinə, çıxart qələmi. Heç əlimə çantasına vurmamış, ay müəllim, xoşum gəldi. Dedi, yeməyin götürürsən, olmaz qızım, sən qız uşağısan, sabah sənin gələcəyin var. Doğrudan bunları mən bu qıza dedim, başını saldı aşağı. Mənim ürəyim istədi, götürdüm də, xoşum gəldi. Həmişə deyirdim ya bunu ki, bu qız belə deyirdi. Böyüyəndən sonra da özünə də demişdim. Xoşum gəldi, bəs dedim, bir daha belə eləmədə. Qələmi aldım, bu uşaqlar içəri girəndə verdim. Ay müəllim, kim götürüb, kim dedim, heç kəs. Mən özüm bildim, o bildi, mən bildim. Doğrudan bu hadisə indi bir yadıma düşür də hamısı. Rafael bəy bu hərəkətləri ilə sinifdə başqalarından seçdi. Diqqətli idi, qızlara qarşı çox nəzakətli idi. Mən bir dəfə görmədim ki, o qızlarla bir kobud rəftar eləsin. Doğrudan da o indi seçdiyi peşəyə uyğun bir insan olub, elə uşaq vaxtından onda bu mehribanlıq, qayğıkeşlik, hardasa qadınlara, qızlara qarşı olan nəzakətli hərəkətləri başqalarından onu fərqləndirirdi. Dərslərində tələbələrinə tez-tez belə deyərdi: elmi əvvəlcə öyrənin ki, biləsiniz, bilin ki, əməl edəsiniz, sonra isə başqalarına da öyrədəsiniz. Bu sözlər təkcə bir nəsihət deyil, onun illərlə yaşadığı və tələbələrinə aşıladığı həyat fəlsəfəsi idi. Onun yetişdirdiyi tələbələr üçün elm yalnız kitab səhifələrində qalan bir bilik deyildi. Elm insanlara xidmət etməyin, cəmiyyətə fayda verməyin, vətənini və millətini sevərək yaşamağın məsuliyyəti idi. Hacı Rafael da ömrü boyu bu dəyərləri yaşamağa və yaşatmağa çalışdı. Hacı Rafael qardaşım əlbəttə kifayət qədər cəmiyyət arasında nüfuz sahibidir və eyni zamanda günü-gündən də bu nüfuz çoxalır. Bu mənim şəxsi qənaətimdir, şəxsi fikrimdir. Çünki mən onun video çarxlarında, sosial mediada aktiv olaraq, bir din xadimi olaraq, aktiv olaraq mən hər zaman görürəm və izləyicilərin də sayı kifayət qədər var və çoxalmaqda da davam edir. Ümumiyyətlə, hər din xadimi yaddaşlarda qala bilmir. Bir neçə din xadimləri var ki, onlar barmaqla sayılası insanlardır. Onlar xalqın yaddaşında və ruhunda qalır və qalacaq da. Onlardan da biri mənim dəyərli Hacı Rafael qardaşımdır. Hacı Rafael qardaş bir səmimi olaraq, bir fədakar olaraq dostdur. Mən şəxsən bir neçə dəfə mənim müəyyən çətin anlarım olub və gözlənilmədən Hacı Rafael mənə zəng edib və mənim o həmən vəziyyətimin gedişatından xəbərdar olub. Və mən nə qədər onun diqqətli olduğunu bir daha bariz nümunəsini burada siz, əziz izləyicilərlə bölüşmək istəyirəm. Bir insanı tanımaq üçün gərək o ilə yol yoldaşı olasan, onunla bölüşəsən, onunla bir yerdə, bir süfrədə, bir masa arxasında oturasan. Və mən
bütün bu sadaladıqlarımızın fonunda Azrafaillə həm bir masa arxasında, həm eyni zamanda bir yol gedərək və bir uzun yolu qət edərək və mən onunla həm söhbət olmuşam. Çox ziyalı bir, təfəkkürlü bir insandır, elmli bir insandır. Mən hər zaman qeyd edirəm, bir insanın çox yaşaması, illərlə uzun ömür sürməsi şərt deyil. Şərt onun geridə buraxdığı xeyirxahlıqdır, onun geridə buraxdığı səmimiyyətdir. Hacı Rafail qardaşım həm elmi ilə, həm tələbələrinin inkişafı ilə, həm xalqa və xüsusilə bunu mən xüsusən vurğulamalıyam. 44 gün Vətən müharibəsində Hacı Rafail bir vətəndaş olaraq, bir ziyalı olaraq, bir insan olaraq gecə-gündüz bilmədən 44 gün Vətən müharibəsində şəhid anaların yanında idi və cənazə namazlarını qılırdı və o analarla birgə həmdərd olurdu. Ona görə vətəninə, xalqına, millətinə, dövlətinə, bayrağına sadiq bir qardaşdır və buna görə mən qardaşımın yaşını təbrik edirəm və mən orada 54 yaş, 55 yaş qeyd etmək istəmirəm. Bu yaş önəmli deyil. Önəmli odur ki, o bizim qəlbimizdə xüsusi bir iz buraxıb, yer buraxıb. Hacı Rafail üçün müəllimlik yalnız dərs deməkdən ibarət deyildi. O, tələbələrin mənəvi tərbiyəsini də öz üzərinə düşən bir məsuliyyət hesab edirdi. Hər bir tələbəsinin halı ilə maraqlanar, ailə vəziyyətini soruşar, qarşılaşdığı çətinliklərə biganə qalmazdı. Tələbələri ilə qurduğu bu səmimi münasibət onların ailələrinin də diqqətindən yayınmırdı. Bəzən valideynlər ona təbəssümlə belə deyərdilər: "Hacı, övladımızı biz artıq sənə bağışlamışıq." Bu sözlər zarafat kimi səslənsə də, arxasında ona duyulan dərin etibar və sonsuz inam dayanırdı. Onun nəzərində dini təbliğ yalnız məscid divarları ilə məhdudlaşmırdı. İnsanlara doğru yolu göstərmək üçün bəzən onların yanına getmək, onları dinləmək və qəlblərinə toxunacaq söz söyləmək lazım idi. Elə buna görə də yolunu azmaq üzrə olan bir gəncdən xəbər tutanda buna laqeyd qalmırdı. Hacı Rafail qardaşımız çox xəlqi adamdır, xəlqi. Bu nə deməkdir? Yer adamıdır. İnsanlarla səmimi qaynayıb qarışan şəxsiyyətdir. Bu o qədər vacibdir. Hər bir İslamşünas, hər bir din xadimi, hər bir ziyalı, hər hansı bir sahədə olursa olsun. Bax, bu xüsusiyyətə sahiblənməlidir. İnsanlardan özünü kənar çəkməməlidir. Onlarla qaynayıb qarışmalıdır. Nizami Gəncəvinin Sirlər Xəzinəsində var, şaha tövsiyə edilir ki, yer kimi ol, yer kimi. Bax, o yer adamı xüsusilə sevilir insanlar tərəfindən. Bizim hacımız bax, bu mühüm xüsusiyyətə sahibdir. İkinci, çox təvazökardır. Xəlqilik təvazökarlıqdan fərqli ola bilər. Bəzən bir insan təvazökardır, amma xəlqi olmaya bilər. Xəlqilik birinci xüsusiyyət tamam fərqlidir. Yəni, insanlardan özünü seçmir. İkinci isə təvazökarlığıdır. Yəni, bir insandan, konkret qarşındakı insanla ünsiyyətdə çox təvazökardır. Qətiyyən onda mən lovğalıq əlamətləri görməmişəm. Bu ikinci. Üçüncü, çox imanlı şəxsdir, irfan adamıdır. İrfan adamı. Bu nə deməkdir? Yəni, danışdığına inanan adamdır. Bəli. O, İslamdan danışır insanlara, moizələr oxuyur məsciddə və insanlar onu cani dildən dinləyirlər. Səbəb nədir? Əsas səbəblərindən biri də budur. Üçüncü, imanlıdır. İnsanlar bilirlər ki, bu insan Rəbbinə inanır, o dediklərinə inanır. Mən bu üç xüsusiyyətə görə Hacı Rafail qardaşımı çox sevirəm. Belə hadisələrdən biri uzun illər keçsə də, bu gün də xatırlanır. Pis vərdişlərə aludə olmuş bir qrup məktəblinin müəyyən bir məkanda toplaşdığını öyrənən Hacı Rafail bilərəkdən yolunu oradan saldı. Onlarla səmimi söhbət etdi. Həyatın mənasından, insanın məsuliyyətindən, Allahın rəhmətindən danışdı. Söhbətin sonunda onları tövbəyə və namaza dəvət etdi. O gün edilən o səmimi söhbət
bir neçə gəncin həyatının dönüş nöqtəsinə çevrildi. Aradan 10 illiklər keçməsinə baxmayaraq, həmən insanların bir çoxu bu gün də ibadətlərini davam etdirir və o görüşü həyatlarının ən mühüm dönüş nöqtələrindən biri kimi xatırlayırlar. Adətən dostluqlar birgəliklə müqayisə olunur. Dostların bir yerdə olması, dostların dostluğunun ölçüsü, meyarı onların daim bir yerdə olmalarıdır, bir yerdə görsənmələridir. Amma bəzi dostluqlar var ki, onlar qəlb dostluğudur. Yəni bir arada olmasalar da onlar həmişə bir-birlərini qəlbən, ruhən duyurlar və bir-birlərini hiss eləyirlər. Hacı Rafail qardaşımız mənim qəlb dostumdur. Biz çox bir arada olmasaq da, bir yerdə çox görsənməsək də, amma bizim bir qəlb bağlılığımız vardır. Mən həmişə onu hiss eləyirəm, onun xoş gününü hiss eləyirəm, onun çətinlikdə olduğunu hiss eləyirəm, o da həmçinin. Və bu aralarda biz qeyri-münasib vaxtlarda da görüşüb, dərdləşirik ki, bundan heç kimin xəbəri olmur. Rafail haqqında əlbəttə ki, bu qısa dəqiqələr ərzində söz demək çətindir, onun haqqında saatlarla danışmaq olar. Amma bunu demək istəyərdim ki, Hacı Rafail qardaşımız gözəl dost olaraq, gözəl dini, ictimai xadim olması ilə yanaşı bütün cəmiyyətimizə bir mənəvi atadır. Biz Rafaillə gənclikdən bir-birimizi tanıyırıq və elə gənclik dövründən də onda cəmiyyətə, ictimaiyyətə və dinə xidməti açıq və aşkar görmüşük. Tələbə yetişdirməsi, dərslər deməsi, xüsusən Quran dərslərinə önəm verməsi və gənclərimizin gələcəyi, onlara əxlaqi dəyərlərin ötürülməsini özünə hər zaman vəzifə bilmişdir. Hacı Rafailin tədris və tərbiyə fəaliyyətini səciyyələndirən mühüm xüsusiyyətlərindən biri insan psixologiyasını dərindən müşahidə etməsi və hər bir fərdin mənəvi dünyasına uyğun davranış yolu müəyyənləşdirə bilməsidir. O, insanı yalnız söylədiyi sözlərlə deyil, bəzən susqunluğu, davranışları və daxili tərəddüdləri ilə də anlamağa çalışır. Buna görə də hər bir tələbəyə münasibəti eyni çərçivədə olmur. Kiminə yaxınlıq göstərmək, kiminə sərhəd qoymaq, kiminə nəsihət vermək, kiminə isə susaraq düşünmək imkanı yaratmaq lazım olduğunu fərqləndirə bilir. Bəzən tələbəsindən bilərəkdən uzaqlaşır. Bu uzaqlıq laqeydlikdən deyil, tərbiyənin başqa bir formasından doğur. Çünki insanın öz səhvini dərk etməsi üçün bəzən ona hazır cavab vermək deyil, öz davranışının nəticəsi ilə üz-üzə qalmaq imkanı yaratmaq lazım olur. Bəzən isə əksinə, tələbəsinə daha yaxın durur, onu diqqətdə saxlayır. Çünki hiss eləyir ki, həmin anda bir qədər diqqətsizlik onun mənəvi istiqamətini dəyişə bilər. Hacı Rafail təsadüfən gənclər arasında ustad adlandırılmır. Həqiqətən də onun elmi baxışları, dini baxışları, onun xütbələri, çıxışları gənclərin bu istiqamətdə yönləndirilməsində, gənclərin düzgün istiqamətləndirilməsində böyük önəmli rol oynayır. Məhz bu səbəbdən Hacı Rafail bu istiqamətdə təkcə Binəqədi kəndində, Binəqədidə deyil, ümumiyyətlə respublikamızda, Azərbaycanın müxtəlif rayonlarında, müxtəlif bölgələrində də kifayət qədər geniş şəkildə tanınır. Həqiqətən də ilahiyyat sahəsində özünə məxsus yeri, özünə məxsus rolu və imzası olan Hacı Rafail bu istiqamətdə həm bundan əvvəlki fəaliyyətində, həm də bugünkü fəaliyyətində böyük uğurlar qazanır. İstər qeyd etdiyim kimi Binəqədi kəndində, yəni Hacı Rafailin doğulub, böyüyüb, başa çatdığı Binəqədi kəndində, istərsə də respublikamızın digər ərazilərində müxtəlif ilahiyyatçılar, o cümlədən də Hacı Rafailin bu istiqamətdə gördüyü işlər, qoyduğu izlər həqiqətən də təqdirə layiqdir. Biz ümid edirik ki, Hacının bu işi getdikcə daha da genişlənəcək və qarşısına qoyduğu hədəflərə nail olacaq. Həqiqətən də çətin bir dövrdə, çətin bir mühitdə, bir növ qloballaşan bir dövrdə Hacı Rafail kimi ilahiyyatçıların, din xadimlərinin fikirlərinə, xütbələrinə, onun elmi dəyərli, belə deyək, mülahizələrinə cəmiyyətin böyük ehtiyacı var. Allaha şükürlər olsun ki, həqiqətən də Hacı Rafail bu istiqamətdə etdiyi çıxışlar, bu istiqamətdə keçirdiyi görüşlər və gördüyü işlər təqdirə layiqdir. Onun Binəqədi kəndində siz əgər baxarsınızsa, həm Binəqədi Cami məscidində, həm Binəqədi Şəhidlər Xiyabanında, ümumiyyətlə Binəqədidə məhz Hacı Rafailin imzası ilə görülən bir sıra işlər bu istiqamətdəndir. Yəni mənim dediyim önəmli tədbirlərdəndir. Bu onu göstərir ki, Hacı Rafail təkcə bir din xadimi kimi deyil, təkcə ilahiyyatçı kimi deyil, həm də bir ictimai xadim kimi də artıq cəmiyyətdə özünə yer etməyi bacarmış şəxsiyyətlərdən, insanlardan biridir. Onun tələbələrinə münasibətindəki bu fərdi yanaşma
Zaman keçdikcə yalnız müəllim-tələbə münasibəti deyil, daha dərin bir mənəvi bağ formalaşdırıb. Bu gün onun yetirmələrinin dilində bir söz xüsusilə diqqət çəkir. Ustad. Ustad burada sadəcə müraciət forması deyil. Bu sözün arxasında illərlə alınan elm, göstərilən yol, verilən nəsihət və qazanılmış mənəvi etimad dayanır. Çünki ustadlıq yalnız bilik öyrətməklə deyil, yetişdirdiyin insanın həyatında qoyduğun izlə ölçülür. Hacı Rafailin tələbələri üçün də ustad adı məhz belə bir mənanın daşıyıcısıdır. O, onlara yalnız nəyi bilməli olduqlarını deyil, bildikləri ilə necə yaşamalı olduqlarını da öyrətməyə çalışır. Bir insanın dəyəri yaşadığı illərlə deyil, toxunduğu qəlblərlə, gördüyü gözəl işlərlə və özündən sonra qoyduğu dərin izlərlə ölçülür. Biz Hacı Rafaili həmişə gənclərin ortasında olan bir şəxs kimi tanıyırıq və eyni zamanda Hacı Rafail çox hər tərəfli bir insandır və ətrafında olan gəncləri yalnız dini, ibadi işlərə təşviq eləmir, eyni zamanda hansısa bir gözəl bir peşə sahibi olmağı və o tutduğu peşədə, karyerasında uğura və ən gözəl insan olmağa təşviq edən bir insandır. Və eyni zamanda cəmiyyətdə baş verən hadisələrə biganə qalmır. Müxtəlif sahələrdə biz Hacı Rafaili fəal və aktiv insan kimi görürük. Yadımdadır, biz o vaxtları Bu Şəhərdə Kimsə Yoxdur serialını çəkən zaman Hacı Rafail serialla bağlı elə incə məqamlara toxunmuşdu ki, bu onun incəsənət aləmindən də yəni xəbərdar olduğuna işarə edir və eyni zamanda bu mövzunu da ictimailəşdirmişdi. Bu cür halları biz dəfələrlə yəni Hacının fəaliyyətində müşahidə edirik. Bu gözəl və sevindirici bir haldır. Hacı Rafaili eyni zamanda mütaliə insanı kimi də tanıyırıq. Bu onun o hər tərəfli olmağının ən gözəl xüsusiyyətlərindən biridir və yalnız dini ədəbiyyatı deyil, qeyri-dini ədəbiyyatdan da anlayışı olan mütaliə edən bir insandır. Bədii ədəbiyyatla çox yaxından tanışdır və bunu eyni zamanda ətrafında olan gənclərə də tövsiyə eləyir və ətrafında olan gənclərin bir çoxunun məlumatımız var ki, onlar kitab klubları təşkil edirlər, oxu dərnəkləri təşkil edirlər. Onun üçün insana xidmət yalnız müəyyən bir sahənin çərçivəsində qalan anlayış deyil. Harada ehtiyac, harada çətinlik varsa, imkan daxilində həmən ehtiyaca cavab verməyi öz mənəvi məsuliyyətlərindən biri hesab edir. Binəqədi məscidinin abadlaşdırılması və yenilənməsi istiqamətində görülən işlər də bu fəaliyyətin ayrı-ayrı səhifələrindən biridir. 2020-ci ildə dünyanı və ölkəmizi bürüyən pandemiya insanların həyatına ciddi sınaqlar gətirdi. Bir çox ailələr üçün gündəlik ehtiyacların qarşılanması belə böyük problemə çevrildi. Məhz belə bir zamanda yüzlərlə az təminatlı ailəyə ərzaq və zəruri ehtiyacların qarşılanması üçün yardım göstərildi. Bu yardımlar yalnız maddi dəstək deyil, çətin günlərdə insanın yanında olduğunu hiss etdirən mənəvi bir dayaq idi. Aradan çox keçmədən Vətən müharibəsinin başlanması ilə ölkəmiz daha böyük bir sınaq qarşısında qaldı. Bu dəfə yardımın istiqaməti cəbhəyə, vətənin müdafiəsində dayanan əskərlərimizə, zabitlərimizə və onların ailələrinə yönəldi. Cəbhəyə müxtəlif yardımlar göndərilir, hərbi qulluqçuların ailələrinin qayğıları ilə maraqlanılır, onların yanında olmaq üçün imkanlar səfərbər edilirdi. Hacı Rafail haqqında danışmaq mənim üçün çox xoşdur. Onun haqqında uzun-uzadı danışa bilərik. Yaxşı insan haqqında danışmaq maraqlıdır və ləzzətlidir. Hacı Rafail bir dost kimi kara gələn adamdır. Ümumiyyətlə tək dostların yox, bütün kəndin, cəmaatın karına gələn adamdır. Mənim həyatımın ən ağır günlərində Hacı Rafail yanımda olub. Elə gecə saat 3-də görmüşəm, Hacı Rafail yanımdadır. Demişəm ki, sabahlar tezdən gələrsən. Ondan başqa da o kənddə, Binəqədi kəndində gələn bütün şəhidlərin hamısının dəfnində, onların qarşılanmasında, dəfnində, məclislərinin yola getməyində Hacı Rafailin əvəzsiz rolu oldu. Yəni ki, ona heç kim demirdi. Hacı Rafaili tanımaq üçün onunla gərək yaxın münasibətdə olasan. Kənardan baxanda ona bir ruhani kimi baxırıq biz. Ki, ruhanidir, yox. Ruhanilikdən başqa da o cəmiyyət adamıdır. Əsl mömindir. Mən onun deməli çətin günlərdə, Vətən müharibəsi dövründə və yaxud pandemiya dövründə onun el, cəmaat arasında olub imkansız ailələrlə nə qədər yaxın təmas qurdu. Döyüş bölgəsinə yardımların yığılmasında, göndərilməsində,
döyüşçülərin ailəsinin yanında olmağı, həmin o 44 günlük Vətən müharibəsi ərzində, həmin dövrdə Hacı Rafael mən deyərdim ki, evində heç olmadı. Bütün gününü cəbhə və cəbhəçilərin ailəsinin yanında oldu. Bütün bunlar bir həqiqəti göstərirdi. Vətən sevgisi yalnız sözlə ifadə olunan bir duyğu deyil. O, insanın çətin gündə hansı mövqedə dayanması, millətinin və dövlətinin taleyi qarşısında hansı məsuliyyəti öz üzərinə götürməsi ilə ölçülür. Vətən üçün səfərbər olunan hər bir insanın, onun ailəsinin və bu dövlətin sabahı üçün çalışan hər bir şəxsin yanında olmaq da məhz bu anlayışın bir ifadəsidir. Çünki dövlətçilik yalnız dövlət qurumlarının fəaliyyəti ilə məhdudlaşan anlayış deyil, millətinə, vətəninə bağlı olan hər bir insanın öz mövqeyi, məsuliyyəti və əməli ilə yaşatdığı bir dəyərdir. Bu düşüncə Hacı Rafaelin fəaliyyətində də öz əksini tapır. Dini və mənəvi dəyərlərə bağlılıqla yanaşı, vətənə sədaqəti, xalqa məhəbbəti və dövlətçilik şüurunu əməli ilə yaşatmağa çalışır. Onun üçün vətənə xidmət yalnız müəyyən bir zamanda görülən iş deyil, insanın bütün fəaliyyəti boyunca daşıdığı mənəvi məsuliyyətdir. Dövlətin və millətin taleyinin sınağa çəkildiyi məqamlarda isə bu məsuliyyət daha böyük məna və əhəmiyyət kəsb edir. Mən Şəhid Qoşqa Rəciyevin övladıyam. Mən atamı kiçik yaşda itirmişəm və mənim böyük travmalarım yaranıb. Mən sonra Hacı Rafael əmini tanıdım. O mənə şəhidlərin nə qədər müqəddəs olduğunu və şəhidlərin nə qədər uca olduğunu öyrətdi. Və mən bu sözlərdən sonra düzəldim. Hacı əminin yeri məndə fərqlidir. Mən onu çox istəyirəm. Və mənim bir gün travmalı günlərim idi. Hacı əmi əlini çiynimə ataraq dedi: "Gözəl balam, şəhidlər Allahın yanındadır. Narahat olma." Mənim isə bu söz qulağımda sirqə oldu. Mən bu sözü heç vaxt unutmaram. Onu yaxından tanıyanlar Vətən müharibəsinin Hacı Rafaelin yaddaşında necə dərin iz buraxdığının canlı şahididirlər. Şəhid övladlarının öz evlərinə qayıtdığı o ağır günlər ata-analarının övlad həsrəti ilə deyil, övlad itkisi ilə üz-üzə qaldığı həmin mənzərələr onun saçlarını qısa bir zaman içərisində ağartdı. Sanki cəbhədə gedən döyüşün ağırlığı ilə yanaşı, şəhid valideynlərinin dərdi, övladını itirmiş ailələrin fəryadı və bütün bir xalqın yaşatdığı ağrı onun çiyinlərinə çökmüşdü. Gecələr onun üçün artıq istirahət vaxtı değildi. Yuxu saatlarının yerini düşüncələr, xəbərlər, narahatlıq və ağır məsuliyyət almışdı. Onunla bu günləri bölüşənlər həmin söhbətlərin ağırlığını və gözlərindəki kədəri yaxşı xatırlayırlar. Lakin bu göz yaşlarında yalnız şəxsi kədərin deyil, daha böyük bir dərdin izləri vardı. Hər damlasında bir şəhid ailəsinin niskili, bir ananın övlad həsrəti, bir atanın susqun fəryadı, vətənin keçdiyi ağır sınağın ağrısı duyulurdu. Həmən ərəfədə gün ərzində cəbhəyə göndəriləcək yardımların təşkili ilə məşğul olur, könüllü olaraq döyüşə yollanmış əskərlərin ailələrinin vəziyyəti ilə maraqlanır, şəhidlərin qarşılanmasına yetişir, yardım toplamaq və ehtiyacı olanlara çatdırmaq üçün çalışırdı. Müharibənin hər yeni xəbəri qarşısında yeni bir məsuliyyət, hər itki isə yeni bir dərd gətirirdi. Bütün bu gərginliyin, qayğının və ağır xəbərlərin içərisində isə bir ünvan dəyişmirdi. Səcdəgah. Namazlarında etdiyi duaların başında ordumuzun qələbəsi, vətənimizin zəfəri dayanırdı. Bununla yanaşı bir diləyi də vardı. Bu zəfər mümkün qədər az itki ilə qazanılsın. Daha neçə ata-ana övladından məhrum olmasın. Hacı haqqında danışmaq mənim üçün asandır. Çünki uşaqlıq dövrü, məktəb illəri indiyə qədər də biz bir yerdəyik və bir-birimizi çox gözəl tanıyırıq. Onun yaxşı ailə başçısı, gözəl dost, vətəninə, elinə, obasına, dövlətinə sadiq bir şəxs kimi qiymətləndirərdim mən. Bunun bir bariz nümunəsi pandemiya dövründə kəndimizdə olan az təminatlı ailələrə yardım etməsi və onun ardıcan Vətən müharibəsi günlərində cəbhə bölgələrinə, əskər və zabitlərimizə yardımların aparılması buna bariz bir nümunə oldu. Şəhid ailələrinə mənəvi dəstəyin olmasını xüsusi qeyd etmək istəyirəm. Bu müharibə dövründə şəhid balalarımızın evlərinə qayıdışını, onların qarşılanmasını, dəfininin təşkilində yaxından iştirak eləməsi və indiyə qədər də onların
anım günlərində mövludların təşkili, bu məclislərin yola verilməsi, bu məclislərdə iştiraki, yaxından iştiraki tədqirə layiq bir hərəkətdir. Mən şəhid Cabbarov Əlinin atası, bunu xüsusi qeyd etmək istəyirəm ki, mənim şəhid oğlumun məclislərində yaxından iştirak elədi və ona öz minnətdarlığımı bildirirəm. Bir də ki, bunu xüsusi qeyd edeyim ki, qəsəbəmizdə hardasa bir 15-16 şəhid ailəsi var. Düzdür, onlar arasında yaranan bir qardaşlıq cəmiyyəti deyək də, biz əvvəllə heç birimizi tanımamışıq və bu qardaşlığın əsas səbəbkarlarından elə biri də Axunddur, Hacı Rafaildir. Və bizləri bir yerə toplamaq və hansı bir tədbirlərdə bizləri bir yerə yığmağın, bizlərin bir-biri ilə ünsiyyət yaranmağın səbəbkarı yoldur. Hacı Rafail bizim kəndimizin ağsaqqallarından sayılır, hörmətli bir şəxsiyyətdir. Biz şəhid atalarının daim yanında olan bir insandır. Hacı Rafail barədə çox danışmaq olar, saatlarla danışmaq olar. O insan uşaqla uşaq böyüklə böyükdür. Onun 44 günlük müharibədə kəndimizə və digər Azərbaycanımızın bölgələrinə elədiyi xidmətlər, öz rəhbərliyi altında olan gözəl onun qurumu ilə birgə etdiklərini danmaq olmaz. Hacı Rafail həqiqətən də bizim kəndimizə yararlı bir insandır. Yenə də deyirəm, çox böyük bir şəxsiyyətdir bizim üçün. Allah ona, onun ətrafındakilərə, ümumi bizim kəndimizə, Allah Taala bizim kəndimizin böyüklərinə, gənclərinə can sağlığı versin. Allah Taala Hacı Rafaili bizə çox görməsin. Onu biz sevə-sevə hər daim onun xutbələrində iştirak edirik. Bir kəndin Ağsaqqallar Şurasının sədri olaraq mən daim Hacı Rafailin yanındayam. Müharibə bitdi. Silahların səsi sustu. Cəbhə sakitləşdi. Lakin şəhid ailələrinin evlərinə çökən sükut davam edirdi. Hacı Rafail üçün isə şəhidlərin ailələrinə olan mənəvi məsuliyyət müharibənin başa çatması ilə sona çatmadı. Sonrakı illərdə qazilərə baş çəkmək, şəhid ailələrinin halını soruşmaq, onların sevinc və kədərinə şərik olmaq, şəhidlərin doğum və anım günlərini təşkil etmək onun fəaliyyətinin davamlı istiqamətlərindən birinə çevrildi. Bu gün də şəhid valideynlərin qapısını döyür, onların vəziyyəti ilə maraqlanır. İllər keçsə də həmin ailələrin unudulmadığını onlara hiss etdirməyə çalışır. Şəhidlik onun nəzərində yalnız müəyyən bir müharibənin və ya müəyyən bir tarixin adı deyildi. Buna görə də Vətən müharibəsindən sonra əvvəlki illərdə şəhid olmuş insanların və onların ailələrinin də xatırlanmasına xüsusi əhəmiyyət verirdi. 1990-cı illərin şəhidlərini, onların yaxınlarını yad etməyin, dualarda onların da xatirəsini yaşatmağın vacibliyini dəfələrlə vurğulayırdı. Onun dualarında bu torpağın daha uzaq tarixində şəhid olan soydaşlarımız belə unudulmurdu. 1918-ci ildə erməni qırğınları zamanı həyatını itirən soydaşlarımızın ruhuna da dualarında rəhmət diləyirdi. Çünki yaddaş yalnız keçmişi xatırlamaq deyil, yaddaş kim olduğumuzu, bu torpağın hansı ağrılardan keçdiyini və vətənin hansı qurbanların bahasına qorunduğunu unutmamaqdır. Şəhidini unutmayan millət isə öz tarixini, öz mənəvi köklərini və gələcək qarşısında məsuliyyətini də unutmur. İkinci Vətən müharibəsinin 2-ci qrup 50 Başkətin Əhməzdə mobil 27 sentyabr 2020-ci il tarixində düşmən təxribatının qarşısının alınması məqsədilə başladılmış 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuşam. 44 günlük Vətən müharibəsində iştirak etdikdə sonunda noyabr ayının 8-i Şuşa ətrafı döyüşlərdə düşmən tankının atəşi nəticəsində ağır yaralanmışam. Ağır yaralandıqdan sonra 5 gün meşədə qalmışam və 5 gündən sonra düşmən tərəfindən əsirliyə götürülmüşəm. 35 gün əsirlikdə olmuşam və sağ ayağım düşmən tərəfindən amputasiya edilmişdir. Dekabr ayının 14-ü Cənab Prezidentimizin Ali Baş Komandanın müdiri hissəsi nəticəsində Azərbaycanımıza, vətənimizə geri qaytarılmışam. Və Hacı Rafail ilə bağlı təəssüratlarım isə elə mən vətənimizə, Azərbaycanımıza geri qaytarıldıqda, evimə gəldikdə, öz ailəmin yanına gəldikdə mənim qarşılarından biri də Hacı Rafail olmuşdur. Hacı Rafail ilə bağlı tanışlığım onda baş vermişdi və bu tanışlıq zamanı öyrəndim ki,
Həcə Rəfaillə bu 44 gün Vətən müharibəsində arxa cəbhədə böyük rol olmuşdur. Daima Binəqədi kəndindən yardımlar göstərmişdir ön cəbhəyə və eyni zamanda Binəqədidən ölkəmizin şəhidlərinin qarşılanmasında böyük müstəsna rol olmuşdur. Və indi də hal-hazırda da Həcə Rəfail Azərbaycanda regionlarında, istər Binəqədidə bütün şəhid ailələrinin, qazilərinin hər zaman yanındadır, hər zaman onlara dəstəyini əsirgəmir. Mən Xocavənd uğrunda və Vətən müharibəsi iştirakçı medalı ilə təltif edilmiş Elvinəm. İlk növbədə özümü bu cür təqdim etməkdə səbəb budur ki, kəndimizin axında olan Hacı Rafail, onu da bizim kimi medala və təltifə layiq gördüyüm biridir. Çünki biz döyüş zamanı ön cəbhədə vuruşduğumuz zaman, o da arxa cəbhədə bizim qədər əziyyət çəkən və əlindən gələn bütün köməkliyi, dəstəyi əsirgəməyən bir şəxsdir. Mən Hacı Rafail barəsində çox şey deyə bilərəm. Çünki onun etdikləri yaxşılıqların və eləcə də göstərdiyi köməkliyin, dəstəyin şəxsən şahidi olmuşam. Eləcə də mənim timsalımda mənimlə bərabər bütün qazi yoldaşlarıma, eləcə də şəhid ailələrinə və veteran yoldaşlarıma göstərdiyi dəstəyin, köməkliyin şahidi olmuşam. Sonunda fürsətdən istifadə edərək bunu demək istəyirəm ki, mən Binəqədi kəndinin sakini kimi Hacı Rafaili tanımağıma çox şadam. Bəzi həyatların ömrü illərlə ölçülür, amma mənası illərlə məhdudlaşmır. Bəzən bir neçə 10 illiyə sığan bir ömürdən əsrlər boyu danışılır. Çünki zaman keçir, illər dəyişir, nəsillər bir-birini əvəz edir, amma insanın yaşadığı həyatın bəhrəsi özündən daha uzun ömür sürə bilir. Biz də ümid edirik ki, Hacı Rafailin həyatı haqqında hələ uzun illər, hətta əsrlər sonra belə danışılacaq. Onun haqqında danışılacaq sözlər təkcə keçmişi xatırlatmayacaq. Qarşıdakı nəsillərə də bir yol, bir örnək, bir mənəvi miras olacaq. Və bəlkə də bir ömrün ən böyük arzusu elə budur. Yaşadığı həyatın özündən daha uzun ömür yaşaması. İlahi, bütün ümmət-i Muhammedinə əfv edib bağışlayacaq. İlahi, bütün ümmət-i Muhammediyə xeyri əta eyləcək. Bütün ümmət-i Muhammedinin xəstələrinə şifa bəxş eyləcək. İlahi, bütün azmış müsəlmanlarımızı doğru yola hidayət eyləcək.